Azərbaycan xalqım, sizə nə barədə demək istərdim? Görürsünüz də, Əli Kərimli də bu Cumadarın nəvəsi, bir qeyrət, zındır köpək oğlu həbs elədi. Ətrafında olanlar da. Yəni ki, bu elə bir alçaq, mındar, uğraş bir insandır ki, buna neçə illərdir biz deyirik ki, avalam, insafə gəl, dinə gəl, məzhəbə gəl. Yəni ki, bu gəlmir də. Bu görürsünüz, bir dənə yeganə, yəni ki, bunun Avropada, dünyada bir kəlmə sözü ola bilərdi ki, Azərbaycanda bu müxalifət var da, bunu da tapdalayır keçir bu. Yəni ki, bu artıq bundan sonra nə deyəcək? Deyəcək ki, Azərbaycanda müxalifət var. Bu deyə bilməz axı bu sözü, bu uğraş. Yəni, Əli Kərimini də yürüb həbs elədi, ətrafında olanları da. Yəni, qorxur da bu adam, görün nə qədər qorxaq, binamus, bir qeyrət adamdır bu. Yəni, bunun tənqid eləmək yox, təhqir eləmək hər bir kəsin halalıdır, hər bir kəsin. Amma mən burada bir şeyə məətəl qalıram. Nəyə görə siz bir meçidə gedəndə, bir yerə qonaq gedəndə, bir ayaqqabınız oğurlananda bir-birinizi qırmağa hazırsınız. Bir-birinizi vurub öldürməyə hazırsınız. Bir-birinizin başını oynatmağa hazırsınız. Çiyniniz birinin çiyninə dəyəndə tez onun ağzını, üzünü söyməyə hazırsınız. Mənim qabağımdan keçmə. Ada mənə çiynin dəydi. Ada belə eləyərəm. Ada nə bilim, nə eləyərəm. Milyardlarla Azərbaycandan pul uğurlanır. Bu barədə siz dalaşmaq istəmirsiniz, vuruşmaq istəmirsiniz haqqınız uğrunda. Neftimizi uğurlayırlar ki, bizim aramızda, hamımızın arasında bölünmə, onun üstündə müharibə eləmək istəmirsiniz. Düz oturaq, düz oturaq. Qara ekranı uğurlayır, satır, kefinə yiyir, basır, yiyir, onun üstündə dava eləmək istəmirsiniz. Qızıl 2 ton yarım hər il Azərbaycandan qızıl çıxartılır. Ondan hər bir Azərbaycan vətəndaşına pay düşür. Onun üstündə dava eləməyə ayağa qalxmırsınız. Düz oturur, şaxpılı vermir. Onun üstündə dava eləməyə heç biriniz cürət eləyib ayağa qalxmırsınız. Yəni düz oturaq, düz danışağında. Düzdürmü? Nə qədər sizin başınıza qanun Azərbaycanda yoxdur, o qanunu həyata keçirmək üçün ayağa durub dalaşmaq istəmirsiniz. Düzdürmü? Və hər bir şeydə məsələn üçün ki, öz həyatınızı, evinizi sökürlər, banka borcunuz var, başınızı it oyun açırlar, uşaqların orqanlarını satırlar, öldürürlər, qaçırdırlar. 14-15 yaşında qız, oğlan uşaqlarını tutub zorlayırlar, ta başlarını it oyun açırlar, gəlirlər ananın, atanın gözünün qabağında oğlunu çırpırlar, polislər, bu uğraşlar. Bunun üstündə müharibə eləməyə, döyüşək durmağa siz heç biriniz durmursunuz. Elə cənab prezident bizə kömək elə. Bu götürən cənab prezident yoxdur axı. Bu kukuladır. Bu alçağın alçağıdır. Neçə illərdir Qabil sizi çağırır ki, gəlin bir yerdə, Elşad sizi çağırır, Zəki kişi sizi çağırır. Hə? Ki, yaxşı həyat quraq Azərbaycanda, olduqca gözəl həyat qurağın, döyüş taktikası aparağın. Baxın da, yəni yollarını da deyiriksə də, fitil eləyin, zəncir hazırlayın, silah ala bilən silah alsın. Yəni döyüşmək istəyənlər, heç hamı qaçır Azərbaycandan. Hamı gedib hər yanda hambal olub, nökər olmağa hazırdılar. İlhamın, necə deyərlər, qabağında qul olmağa hazırdılar. Amma öz gələcəyi evlatları üçün, nəvələri üçün mübarizə eləməyə hazır deyilsiniz. Necə bunu başa düşək biz? Necə sizi çağıraq biz? Necə sizə dəvət eləyək? O cürünə kişini tutub aparıblar. Bir ayağa qalxıb, necə deyərlər, loğmun lapatqanı götürüb, bunların üstünə gedməyə heç birinizin cürəti çatmır. Allahdan qorxmursunuz, Allahdan qorxmursunuz. İlhamın polisinin, uğraş polislərindən qorxursunuz. Qabaqlarında 2 qat olursunuz. Dəfələrlə sizə göstərmişik, necə polislər gəliblər qadınları altdan, döşlərindən tutub, dağıtıb aparıblar, basıblar maşına. Bu qeyrəti mi hanı bəs? Azərbaycan xalqının milli qeyrəti hanı bəs? Azərbaycan xalqının milli, yəni dəyərlərə yol verməsi hanı bəs? Hamı qaçır Azərbaycandan gedib hambal işləməyə, nökər işləməyə. Tək ki, biz Azərbaycan polisi ilə şey eləyir. Bunlar bizim millət deyil axı. Bunların qanı qaçışıqdır erməni ilə, yezdi kürdlərlə, ruslarla, nə bilim, farslarla. Bunlar axı Azərbaycan xalqının evlatları deyirlər axı. Ona görə hamı üsyana təşkilatlansın, hamı hazırlansın. Qabilin, Elşadın, Zəki kişinin ətrafındakı biz bunları, biz ayağımızı qoyaq bunları parçalaya-parçalaya gedək.
Yəni Azərbaycanda yeni texnologiyanın gəlməsi, yüngül sənayenin, kənd təsərrüfatının, maldarlığın, yəni inkişafı üçün biz yollar açaq, sərbəst biznesə yollar açaq. Başa düşün də, yəni bunun üçün döyüşmək lazımdır. Oturub da sivil yol gözləmək lazım deyil. 30 ildən yuxarıdır siz sivil yolla çağırırlar da, nə əldə eləmişik? Hə? Nə əldə eləmişik sivil yolla? Gəlirlər evdə promo bu polislər adına ağzı, üzvü söyür. Bir dənə tükan aça bilmirsən, bir dənə nə bilim uşaq pulu ala bilmirsən, qazilər dilənir. Yalandan 5-6 nəfərin ezirlərlər qazini ya şəhid ailəsini həyatını düzəldiblər, qalanlarına bunlar baxmırlar, istifadə edirlər. Bu rejimin 6 milyondan yuxarı, mən bəlkə deyəm 10 milyondan yuxarı qaçqını var. Yəni bunu dərk eləmək lazımdır, başa düşmək lazımdır da. 15 ildə elə Elşad bunun üstündə mübarizə yapar, 10 ildə elə Qabil bunun üstündə mübarizə yapar. Mən 1982-ci ildən indiyənəcən mübarizə yaparım. Rus şovinist imperiyasının qurduğu sistem var Azərbaycan. Bunu sındırmaq lazımdır. Bütün Azərbaycanın məsələn pullarını, zatlarını aparır, offşorlara qoyur, Afrika ölkələrinə qoyur, Ərəb ölkələrinə qoyur, qeyri-başqa ölkələrə bizim haqqımızı qoyur da. Öz haqqımız uğrunda niyə mübarizə aparmırıq? Bax, niyə siz qoşulmursunuz bizə? Səbəb nədir sizin qoşulmamağınızın? Hə? Bunu bir ağlınıza vurun da, bir dərindən fikirləşin də ki, həqiqətən bu rejimi tapdalamaq lazımdır, qəfəsə soxmaq lazımdır, həbs etmək lazımdır, məhv etmək lazımdır. İstəyir o Əlin Ağıyev olsun, istəyir Kamran Əliyev olsun, Vilayət Eyvazov olsun, Fuad Ələsgərov olsun, Bəylər Əyyubov olsun və onların nökərləri, zatları, kimlər varsa hamısı. Bunlar hamısı bu sistemin, bu rejimin tulalarıdır, kuklalarıdır. Başa düşürsünüz? Onsuz da acından ölürük də hamımızda. Yəni ki, indi açığın istədiyim də, nə makaron ala bilirsiniz, nə əli cübbə salı bir çörək pulu ala bilirsən, nə qədər məsələn üçün eyrişiklə, fahişəlik yaradıblar Azərbaycan, nə qədər cavan qız uşaqlar ərəblərin qucağına qaçırlar, təki 50 dollar pul alsın ya 100 dollar pul alsın. Namus, qeyrət gedib əldən artıq. Əmir Əl-Möminim nə deyir? Deyir ki, adı nədir? Əgər namus əldən gedirsə, səbir lazım döl eləmək. Artıq əli və yaba, balta, qılınc, silah almalısan. Başa düşürsən, döyüşməlisən. Namus tək evin içərisində deyil ki, namus bütün millətin namusudur. Biz bunun uğrunda mübarizə aparırıq, buna görə sizi çağırırıq, buna görə sizi dəvət edirik. Düzgün başa düşün də hər şeydə, dərk eləyin də bunun hamısını da ki, həqiqətən bu rejimi vuraq, tapdalayaq, qovaq Azərbaycandan, yaxşı həyat quraq Azərbaycanda, rahat sərbəst olasınız, sərbəst, yəni ki, ticarət apara biləsiniz, bütün dünyaya gəzib gələ biləsiniz. Bunu dövlət tərəfindən qurulmalıdır. Bu dövlət Azərbaycan dövləti zəbt olunub. Heydərizm tərəfindən, Rus şovinist imperiyası tərəfindən. Bunu düzgün başa düşün. Ağatlı oğlan gəlib bizim heç birimizi qutaran deyil. Nə Amerika, nə Avropa, heç kim. Nə deyirlər? Deyirlər, qalxın ayağa. Biz də deyək ki, doğrudan siz qalxdınız. Necə 90-91-ci ildə dünyanın ən böyük xalqıydıq biz ki, qalxdıq ayağa Rus şovinist imperiyasının, Sovet hökumətinə qarşı. İndi də həmçinin biz qalxaq ki, dünyanın ən gözəl insanı. Bir kəlmə ki, deyir ki, Qarabağa, Zəngəzura hücum lazımdır, o dəqiqə qaçıb gedirsiniz döyüşə. Ada biz də sizi çağırırıq ki, bu rejimi təmizləyək ki, Azərbaycanda rahat yaşaya bilək də. Hamımız gözəl yaşayaq, yaxşı pul qazanaq, utanmayaq, çəkinməyək. Ona görə hamı Qabillə irəli deyə, Elşadla, Zəki kişi ilə irəli deyə birləşin ətrafımızda. Ki, Əli Kərimli də çıxartaq oradan. Başa düşün, bu şərxatadır bu rejim. Bu rejim tikə bilmir, qura bilmir, yaşada bilmir. Bunu ancaq bizlər həyata keçirdəcəyik. Gözəl alimlərimizi, gözəl bacarıqlı insanlarımızı gətirib vəzifəyə qoyacağıq. Dövlət məmuru o deməkdir ki, xalqın quluyam, vətənin quluyam, xalq üçün işləyirəm, dövlətim üçün işləyirəm, millətim üçün işləyirəm. Ona görə hay vurun, qıy vurun, yalçın qayalardan qartallar kimi şığıyaq, Azərbaycanda olan bu yezdi Kürt düşmən ermənilərin üstünə. Başa düşdünüzmü? Ruhdan heç kim düşməsin. Hamı silahlanmalıdır. Hamı bu rejimə qarşı böyük bir döyüş aparmalıdır. Məni düzgün başa düşün. Öpürəm qəlbən bütün mübariz insanları, bütün aslanları, hamınızı öpürəm qəlbən Allah əmanəti.